Sabahın xeyir Azərbaycan. Gəlin birlikdə maraqlanaq. İnsanlar energetik içkilərdən istifadə edirlərmi? İçirsiniz, bəyənirsiniz dadını. Yaxşıdır bir şey. Düşünmürsünüz ki, bu ziyandır sizin üçün? Xeyir olan bir şey yoxdur ki, olsa hər şey ziyandır. Bəli, içir. İçkilərdən istifadə etməm, maksimum kofedir məndə içdiyim. Energetik içkilər həm ziyanlığına görə, həm də ki, belə deyək də, sadəcə bədəndə sonradan yorğunluq yaratmaqdan başqa bir şey yaramır, ona görə qətiyyən istifadə eləmirəm. Xeyr etmirəm. Düşünürsünüz ki, ziyandır? Bəli, düşünürəm ki, kifayət qədər ziyandır. Bəli, istifadə edirəm, amma arada bir, çox yox. Xeyr. Nəyə görə? Yəni içmirəm, nə sevmirəm ona görə. Xeyr, istifadə etmirəm. Nəyə görə etmirsiniz? Sağlamlığa çox ziyandır. Xeyr. Nəyə görə istifadə etmirsiniz? Ziyandır. Xeyr. Nəyə görə? Deyirlər ki, zərərlidir, ona görə istifadə eləmirik. Siz nə düşünürsünüz? Eynisini. İçmirsiniz. Yox. Bir-iki aydan bir belə, yəni çox istifadə eləməməlidir. Ziyan olduğuna görə istifadə eləməyi çox da sevmirəm. Niyə xeyr? Sağlığa zərərlidir də yəni. Niyə istifadə edəyik? Xeyr, istifadə eləmirik. Niyə? Xeyr, zərərlidir. Bəli. Nəyə görə içirsiniz? Bilirsiniz axı ziyandır. Enerji verir.